Pasiyentimiz bizə nə qədər vaxtda tanışıq? Bir il olar. Aha. Əvvəl keysəriyədən sonra müayinəyə gəlmişdim. Keysəriyədən sonra müayinə olduq. Sonra xarici cinsiyyət üzründə yekə böyük əlavə törəmə var idi. O törəməni götürdük, əkilməyə göndərdik. Görünüşcə kandilomanı çox xatırlamasa da cavabda kandiloma çıxmışdı. Hal-hazırda pasiyentimiz HPV analizi üçün gəlib. Genetik HPV analizini götürəcəyik. İnşallah bir şey çıxmamağını tövsiyə edirik, inanırıq. Çıxsa da eyb yox, həll edərik. HPV analizi götürülməsi qansızdır, ağrısızdır. İndi götürərkən pasiyentimizlə əvvəl silək. Heç vaxt analiz götürəndə, genetik analizlə biz sıyrıntıdan götürürük deyə, çirkin üzərindən götürmək olmaz. Əgər şam qoyan pasiyentdirsə, şam qoymanı ən az 2-3 gün saxlamalıdır. Qan olmamalıdır, aybaşı vaxtı və yaxud adi qanama olmamalıdır ki, sıyrıntı. Biz toxuma götürüb göndəririk. Biz çirk göndərmirik. Bilməyib, çirkdən bəzi analiz göndərək, cavab negativ çıxır, yalanı. Ağrı oldu? Yox.